Əziz valideynlər, bugün haqqında az danışılan növbəti mühüm bir mövzu haqqında danışmaq istəyirəm. Mövzumuz nədir? Uşaqlarda dərman zəhərlənmələri. Bu videonu çəkməkdən məqsədim ev şəraitində qarşılaşa biləcəyimiz bu kimi halların əvvəlcədən qarşısını almaq və ola biləcək zəhərlənmə hallarında ailələri diqqət edəcəkləri məqamlar və nə şəkildə davranmaları gərəkdiyi barədə bilgiləndirməkdir. Ümumiyyətlə, dərman zəhərlənmələri uşaq yaşlarında ən sıx rast gəlinən zəhərlənmə növlərindəndir və 5 yaş altında olan, xüsusilə 0-2 yaş qrupunda olan uşaqlarda, həmçinin yeniyetmə yaşında olan uşaqlarda da bu kimi hallarla qarşılaşa bilirik. Bildiyimiz kimi ailələrin çoxunda yeriməyə yeni kəşf edilmiş, həmçinin maraq duyğuları aşıb-daşan, beyinləri sürətlə inkişaf edən və buna görə də ətrafda gördükləri hər şeyi ağızlarına apararaq, dadına baxaraq öyrənməyi kəşf edən kiçik canlılar var. Bəzən ailələrin diqqətsizliyi səbəbindən, bəzən də yaxşı gizlədilməmiş, ortalıqda buraxılmış dərmanlar bu kiçik kəşfiyyatçılar üçün ölüm saçan maddələrə çevrilə bilir. Bir neçə örnək vermək istəyirəm bu dərmanlara. Hansılar ki, demək olar hər kəsin evində var və xüsusilə ailə böyüklərinin daha çox istifadə etdiyi təzyiq dərmanları, digər ürək dərmanları, həmçinin diabetli xəstələrin istifadə etdikləri şəkəri tənzimləməyə çox olan dərmanlar, antidepressantlar, vitaminlər, ağrı-kəsicilər, qızdırma salıcılar və sair kimi dərmanlar bu qruplara aiddir. Biz nə görə bilərik bu dərmanlarla zəhərlənmələr zamanı? Yanlışlıqla bu preparatların uşaqlar tərəfindən qəbulu zamanı qarşılaşa biləcəyimiz hallar ürəkdə ciddi ritm pozğunluqları, həmçinin arterial təzyiqin kəskin şəkildə enməsi, ürək dayanması, şok, kəskin qaraciyər çatışmazlığı, həzm sistemində baş verən ciddi qanamalar, həmçinin qan şəkərinin kəskin şəkildə enməsi və bunun nəticəsində yaranacaq kontrol edilməsi çətin olan qıcolmalar və nəticə olaraq beynin zərər görməsi, həmçinin müxtəlif metabolik pozulmaları da müşahidə edə bilərik. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu hallar hamısı ciddi reanimasyon müalicələr tələb edən, hətta bəzi hallarda hemodializ, terapevtik plazma dəyişimi kimi prosedurlar gərəkdirən, həmçinin ən ağır hallarda orqan köçürülməsinə qədər apara biləcək hallardır. Yeniyetmələrdə isə qarşılaşa biləcəyimiz dərman zəhərlənmələr daha çox suisidal məqsədlə bu dərman preparatlarının qəbulu zamanı baş verir. Daha çox psixiatrik bir xəstəliyi olan və yaxud da depressiyadan əziyyət çəkən, həmçinin yaşlılar tərəfindən zorakılığa məruz qalan və yaxud da ailədə valideynlərlə problem yaşayan yeniyetmələr daha çox bu üsula əl atırlar. Sadaladığım hallarda xəstəxanaya dərhal müraciət həyati əhəmiyyət daşıyır. Nəzərə almaq lazımdır ki, dərman qəbulundan sonra şikayətlər bəzən dəqiqələr içində, bəzən saatlar, hətta günlər içində də ortaya çıxa bilər. Valideynlərin burada etdikləri yanlış həkimin təkidinə baxmayaraq xəstəxanada qalmaqdan imtina etməkdir. Buna görə mütləq şəkildə həkim nəzarətində və həkimimizin tövsiyə elədiyi müddətdə uşağın xəstəxana şəraitində müşahidə edilməsi məqsədə uyğundur. Evdə hadisə baş verən zaman qətiyyən heç bir müdaxilə etməməyinizi, uşağı qusturmamağınızı, həmçinin süd, qatıq, ayran, sodalı su və sair kimi mayeləri qətiyyən verməməyinizi tövsiyə edirəm. Yalnız bir halda müdaxilə gərəklidir. Əgər uşağı huşu tamamilə qapalı vəziyyətdə, tənəffüsü və ürəyə dayanmış vəziyyətdə taparsınızsa, bu zaman ən yaxın xəstəxanaya çatana qədər və yaxud da təcili tibbi yardım gələnə qədər dərhal ürəyin qapalı masajı və süni tənəffüsə başlamağınız gərəklidir. Digər diqqət edəcəyiniz bir məqam isə xəstəxanaya gələrkən mütləq şəkildə uşağın qəbul etdiyi ehtimal olunan dərmanın qabını gətirməyiniz lazımdır. Əziz valideynlər, dərmanları uşaqların əlinin çatmayacağı yerlərdə saxlayın. Həmçinin yeniyetmə övladı olan valideynlərə tövsiyəm, övladınızın problemləri ilə daha yaxından maraqlanın. Həmçinin hazırda almaqda olduğu bir müalicə varsa, bu müalicəni yaxından təqib etməyinizi və günlük dərmanlara nəzarət etməyinizi tövsiyə edirəm və gərəkli hallarda uşaq və yeniyetmə psixiatrına dəstək almaqdan çəkinməyin.